Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bu günləri İbtidai sinif MİQ və sertifikasiya dəstək 3 adlı sınavımızın birlikdə izahına baxaq. Sınağa keçməmişdən qabaq onu qeyd edim ki, bizim Müəllimlər Akademiyasında İbtidai sinif MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz üçün ödənişli sentyabr qruplarımıza qeydiyyat davam edir. Qoşulmaq istəyən şəxslər 051 232 95 50 nömrəsinə WhatsApp-da yazaraq daha geniş məlumat əldə edə bilərlər. Onu da qeyd edim ki, qruplarda artıq dolmaq üzrədir. Tələsin və siz də bu qeydiyyatdan keçərək həmin dərslərdən yararlanmış olacaqsınız. Gəlin başlayaq izahımıza. Görək bu sınavda suallar nədən ibarətdir? Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Görək bu suallarımız nədən ibarətdir? Baxırıq birinci sualımıza. Birinci sualda bizə nədən danışır? Birinci sualımızda bizə deyir ki, günün keçmiş hissəsi qalan hissəsindən 4 saat çoxdur. Saat neçədir? Bax, bu tipli sualların həllinin 2 qaydası var. Gəlin hər iki qaydasına baxaq. Bax, birinci qaydanı burada yazsaq, birinci qaydaya baxaq. Bax, günün keçmiş hissəsi var, bir də qalan hissəsi var. Mən qalan hissəni bilmirəm. Qalan hissəyə x desəm, keçmiş hissə bundan 4 saat çoxdur. Deyəcəm, x gələk 4. Və günün keçmiş hissəsi ilə qalan hissəsinin cəmi həmişə 24 edir. Yəni günümüz 24 saatdan ibarətdir. X 2 dənə yazmışam. 2x üstə gələk 4 bərabərdir 24-ə. Buradan da 4'ü sağa aparsam olacaq 2x bərabərdir 20-yə, x bərabərdir 10-a. Biz nəyi tapdıq? X-i tapmış olduq. Düzdür, x-ilə nə işarələmişdim? Qalan vaxtı. Bizə deyir ki, saat neçədir? Saat neçədir deyiləndə biz keçmiş zamanı götürürük. X üstə gələk 4 demişəm. X-dən 10 tapmışam axı. Onun da üzərinə 4 gəlirsiniz. Bu deyilir 14:00. Bu həllinin birinci qaydası. Gəlin indi baxaq ikinci qaydasına. Görək ikinci qaydası necədir? İkinci qayda. Biz bilirik ki, günün keçmiş hissəsi ilə qalan hissəsinin cəmi 24 saatdır. Bəs fərqləri neçədir? Günün keçmiş hissəsi qalan hissəsindən 4 saat çoxdursa, deməli bunların fərqi 4'dür. Fərq 4'dür. Yazırıq bura. İki cəmiyyətin həm cəmi, həm də fərqi verirlərsə, böyüyünü tapanda topla 2-yə böl, kiçiyi tapanda çıx 2-yə böl. Bizdə də günün keçmiş hissəsi çoxdur və saat neçədir deyiləndə biz keçmiş zamanı tapırıq. Böyüyünü tapanda nə etmək lazımdır? Demək, toplayıb 2-yə bölmək lazımdır. Böləcəyik 2-yə. Bu da eləyəcək 14:00. Cavabımız neçə olacaq? Cavabımız saat 14:00 oldu. Bu oldu. Birinci sualımızın izahı. Hər iki variantda izahına baxdıq. Baxaq ikinci sualımıza görə ikinci sualda bizə nə deyir? İkinci sualda da bizə deyir ki, günün keçmiş hissəsi qalan hissəsindən 1 saat çoxdur. Saat neçədir? Bax, yenə gəlin hər iki variantda həll eləyək. Bax, bu birinci həllini yazsam, bu olacaq keçmiş hissə, bu da olacaq qalan hissə. Mən buna x desəm, buna x gələk 1 deyəcəm. Cəmləri 24'dür. O zaman olur 2x üstə gələk 1 bərabərdir 24'ə. Yəni x'ləri topladım 2x elədi. Üstə gəl bir dənə də 1 var. Olacaq 2x bərabərdir. 1 sağa getsə qalacaq 23. X bərabərdir. 23'ü 2'yə bölmək lazımdır. 23 2'yə tam şəkildə bölünmür. 23'ün 1 saatını ayrı qoy kənara. Qalsın 22 saat. 22 saatı 2'yə böləndə eləyəcək 11. Yerdə qaldı bu 1 saatı bölmək. Bu 1 saatı çevir dəqiqə eləsin 60, 2'yə böl eləsin 30. Biz nəyi tapdıq? Biz x'i tapdıq. Bəs bizdən nə soruşur? Bizə dedi ki, saat neçədir? Saat neçədir deyəndə biz keçmiş zamanı götürürdük. Keçmiş zamanda x ilə 1 demişik. X 11:30 deyil, üstünə gəlirsiniz 1 saatı. Bu deyilir 12:30. Bu cavabımız oldu 12:30. Həllinin birinci qaydası. İkinci qaydada necə həll eləyəcəyik? Gəlin də ikinci qaydada həllinə baxaq. İkinci qayda o idi ki, cəmləri həmişə 24'dür. Keçmiş zamandan qalan zamanın həmişə cəmi 24'dür. Bəs fərqləri nəyə bərabərdir? Fərq də 1'ə bərabərdir. Məndən də saat neçədir deyəndə biz keçmiş zaman tapmalıyıq. Keçmiş zamanda 1 saat çoxdur. Deməli, böyüyünü tapmalıyım. Böyüyünü tapanda toplayıb böləcəm 2'yə. Bu olacaq mötərizənin cavabı 25 bölünsün 2. 25'i 2'yə tam şəkildə bölə bilmirəm. 24, yəni bunu yenə 1 saatını ayırıb qoyuram bura. 24'ü bölürəm 2'yə. Eləyir 12. O ayırdığım 1 saatı da dəqiqə çevirirəm. 60 2'yə bölürəm 30. Cavabımız neçə oldu? 12 30 olmuş oldu. Hər iki qaydada necə istəyirsinizsə o şəkildə də həll eləyə bilərsiniz. Bu haqda danışdıq. Baxaq üçüncü sualımıza. Üçüncü sualda bizə nə deyir?
Deyək ki, saat 14:00-dur. Günün qalan hissəsi keçmiş hissəsindən neçə saat azdır? Yadımızda qalsın, saat neçədirsə, o bizim keçmiş zamanımızdır. Yəni keçmiş zaman neçədir, saat neçədirsə onu yazıram. 14:00-dur. Bəs qalan vaxt nə qədərdir? Günümüz 24 saatdır. 14-ü gedibsə yerdə qalıb 10 saatı. Düzdür? 10 saatı qalıb yerdə. Bax, günün keçmiş hissəsi nədirsə, bax, nə ilə ifadə edirik? Saat neçədirsə onunla. Saat 14 verilib. Deməli, bu bizim keçmiş zamanımızdır. Qalan nə qədərdir? Günümüz 24 saatdırsa, 14-ü gedibsə yerdə qalıb onu. İndi bizə deyir ki, günün qalan hissəsi keçmiş hissəsindən nə qədər azdır? O zaman 14-dən onu çıxırsınız 4 saat. Deməli, nə qədər azdır? 4 saat azdır. Bu da variantlarda qeyd edilmişdir. Belə videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın. Baxırıq 4-cü suala. 4-də nə deyir? Hər 3 saatda 30 saniyə geri qalan 1 saat, bir gün sonra düzgün saat 12:00 göstərdikdə neçəni göstərəcək? Bax, hər 3 saat keçib 30 saniyə geri qalıb. Hər 3 saat keçib 30 saniyə geri qalıb. Bəs bir günümüz ərzində, bir günümüzdə 24 saat daxil. Gəl görə 24 saat ərzində bu hadisə neçə dəfə təkrarlanıb? 24-ü bölə 3-ə. Tapdıq ki, 8 dəfə bu təkrarlanıb bu hadisə. Hər təkrarda da 30 saniyə geri qalıb. Bəs 8 dəfə nə qədər geri qalacaq? 8-i 30-a vururuq, 240 saniyə. Bunu da dəqiqə çevirsəm 60-a bölməliyəm də. Düzdür, 60-a bölək, çünki saniyədən dəqiqə çevirəndə 60-a bölürük. Bu deyilir 4 dəqiqə. Deməli, bir gün ərzində, buraya yazırıq bir gün. Bir gün ərzində neynədir? 4 dəqiqə geri qalmış oldu. Bizə deyir ki, qalan 1 saat, bir gün sonra düzgün saat 12:00 göstərir. Bax, təsəvvür edin ki, bu bizim 1 saatımız olsun xarab, bu da olsun 1 saatımız düzgün. Bu düzgün saat, bu da xarab saat. Bax, təsəvvür edin, bu göstərir 12:00. Bəs xarab saat neçəni göstərəcək? Xarab saat nə edirdi? Geri qalırdı. Gerini göstərəcək. 12:00-dan geri zamanı göstərəcək. Nə qədər geri zamanı göstərəcək? Tapmısınız da 4 dəqiqə gerini göstərəcək. 12:00-da da 4 dəqiqəni çıxanda 11:56-nı göstərmiş olacaq. Demək, düzgün cavabımız neçə olacaq? 11:56-nı göstərmiş olar. Bundan danışdıq. Baxaq, növbəti məsələmizdə görək bizə nədən danışır. Baxırıq 5-ci məsələmizə. Görək 5-ci məsələdə bizə nə deyir? 5-də də bizə deyir ki, hər saatda 15 saniyə irəli qaçan 1 saat, bir həftə sonra 12:00 göstərdikdə düzgün saat neçəni göstərəcək? Bax, yenə 24-ü bölək 6-ya görə bu hadisə neçə dəfə təkrarlanıb? 4 dəfə təkrarlanıb. Düzdür? Bir dəfə təkrarlananda 15 saniyə irəli qaçırdı. Bəs 4-ə nə qədər qaçacaq? 4-ü vurarsınız 15-ə eləyəcək 60 saniyə. 60 saniyədə 1 dəqiqə deməkdir. Yəni 60-a bölərsiniz 1 dəqiqə ilə. Bir günə 1 dəqiqə irəli qaçır. Bizə dedi ki, bir həftə sonra bir günə 1 dəqiqə qaçırsa, bir həftə neçə gündür? 7 gündür. Bəs 7 günə nə qədər qaçacaq? 7-ni 1-ə vurarsınız 7 dəqiqə. Nə edəcək? İrəli qaçacaq. Bizə dedi ki, düzgün saat deməli neçəni göstərəcək? Bax, 2 dənə saatımız var. Bax, bu olsun xarab, bu da olsun düzgün saatımız. Bax, təsəvvür edin, bu xarab saatdır, bu da düzgün saatdır. Xarab saat neçəni göstərir? Xarab saat göstərir 12:00. Bizə lazımdır ki, nəyi tapaq? Düzgün saatı tapaq. Və yaxud da ki, bunların yerlərini, yəni sizin üçün daha aydın olsun deyə, yerlərini dəyişik şəkildə də verə bilərik. Baxın, bu olsun 1 saatımız, bu da olsun digər saatımız. Bax, təsəvvür eləyin ki, bax, buradakı xarab olsun, buradakı düzgün. Düzgün neçə deməli, xarab neçəni göstərir? 12:00 göstərir. Bu neyinir? Xarab saat necə olub 12-ni göstərib? İrəli qaçıb. Yəni qaçaraq gəlib 12-ni göstərib. Hələ düzgün saatın 12-ni göstərməyinə qalır. Nə qədər qalır? 7 dəqiqə. Yəni əslində düzgün saat 12-ni göstərmir hələ. Xarab saat 12-ni göstərir. Xarab saat necə olub 12-ni göstərib? İrəli qaçaraq gəlib göstərir. Xarab saatın 12 göstərməsi vaxtın düzgünü deyil. Düzgün saat neçəni göstərəcək? 12-dən, 12:00-dan 7-ni çıxacaqsınız 11:53. Yəni hələ düzgün saatımızın 12 göstərməyinə 7 dəqiqə qalır. Xarab 12-ni göstərir. Necə olub 12-ni göstərib? İrəli qaçaraq. Cavabımız neçə olacaq? 11:53. Belə bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizdə görə bizə nədən danışır. Baxırıq 6-cı sualımıza. Hər 4 saatda 5 dəqiqə geri qalan 1 saat, 4 gün sonra düzgün saat 17:00 göstərdikdə neçəni göstərəcək? Bax, yenə 4 saat keçib 5 dəqiqə geri qalıb. 4 saat keçib 5 dəqiqə geri qalıb. Gəl görək bir gün ərzində, yəni 24 saat ərzində bu hadisə neçə dəfə təkrarlanacaq? 6 dəfə. Hər təkrarlananda da 5 dəqiqə geri qalacaq. Bəs 6 dəfəyə nə qədər geri qalacaq? 6 5-in 30 dəqiqə. Bu bir gündür. Bu bir gündə baş verəndir. Bizə də deyir ki, 1 saat 4 gündən sonra
Bəs bir günə 30 dəqiqə geri qalırsa, 4 günə nə qədər geri qalacaq? 4-ü vuracaqsınız 30-a, eləyəcək 120 dəqiqə. 120 dəqiqəni də saata çevirsəz 2 saat eləyəcək. Düzdür? Dəqiqədən saata çevirəndə 60-a bölürük, 120-ni 60-a böləndə 2 saat elədi. Deməli 2 saat geri qalmış olacaq. Bizə dedi ki, bu 2 dənə saat var. Bu olsun biri, bu da olsun digəri. Bu olsun düzgün saat, bu olsun xarab saat. Deyir ki, düzgün saat 17:00 göstərir. Bəs xarab saat nə edirdi? Geri qalırdı. Geri zamanı göstərəcək. Nə qədər gerini göstərəcək? Tapmışıq da 2 saat. 17-dən də 2 çıxanda 15:00 göstərmiş olacaq. Cavabımız olacaq neçəni göstərir? 15:00. 2 saat geri qalır. Belə, bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Baxırıq 7 nömrəli məsələyə. 7 nömrəli də bizə nə deyir? İndi saat 13:00-dur, 96 saat sonra saat neçə olacaq? Bu tipli məsələlərdə nə demişdik? Demişdik ki, verilən saata baxırıq. 96 saat sonra soruşur. Gəl görək 96 24-ə bölünür yoxsa yox? Bir günümüz 24 saatdır. 96-nı bölürəm 24-ə. Eləyir neçə? 4 gün. Və saatın da ədədləri bir gündən bir təkrarlanır. Yəni neçə gün deyirsə elə o saatı götürmüş olacağıq. Bu günlər saat tutar ki 16:45-dirsə, elə sabahlar bu vaxtlarda yenə 16:45-i göstərəcək. 4 gündən də sonra yenə 16:45-i göstərəcək. Gün sonra deyəndə elə həmin saatın özünü götürürük. Cavab neçə olacaq? Elə 13:00 göstərəcək. Yəni buradakı cavabımız olur 13:00. Neçə gün sonra deyirsə elə həmin saatın özünü götürürük. Çünki saatın göstərən ədədlər bir gündən bir təkrarlanır. Yəni indi saat 16:45-dirsə, sabahlar bu vaxtda 16:45 deyəcəyik də başqa ədəd deməyəcəyik ki. Bir gündən bir təkrarlanır. Baxırıq 8-ci sualımıza. 8-də bizə nə deyir? İndi saat 22:00-dur, 121 saat sonra saat neçə olacaq? Yenə bax 121 saat sonra soruşur. Yenə 121-i bölürük 24-ə düşür. 5 dəfə qalıqda qalır 1. Mənim bu işlə işim yoxdur. Yəni natamam qismətinə işim yoxdur. Bu 5 günü bildirir. 5 gündən sonra yenə təkrarlanacaq. Mən bu 121-i silib bunun yerinə 1 yaza bilərəm. Qalığı yazıram. Qalıqda 1 qaldı axı burada. İndi gəl oxuyaq. İndi saat 22:00-dur. 1 saat sonra saat neçə olacaq? Saat olacaq 23:00. Cavab oldu C variantı. Belə, yəni bura gətirib yerinə yazırıq. Daha rahat şəkildə oxuyuruq da. İndi saat 22:00-dur. 1 saatdan sonra neçə olacaq? Olacaq 23:00. Baxdıq növbəti 9-cu sualımıza. Nə deyir 9-cu sualımızda? İndi saat 9:00-dur, 18 saat sonra neçə olacaq? Bu dəfə 24-dən kiçik ədəd verilir. Bayaqları böyük ədədlər verilirdi, indi isə kiçik ədədlər verilir. O zaman heç nə 0, deməli 0,9 00-nun üzərinə 18-i gələcəksiniz. Bu da eləyəcək 27:00. Amma 27 deyil axı günümüz. Günümüz 24 saatdır. 24-ü açdısa gətir buradan 24-ü çıx. Sıfırlar qalacaq burada 3. Saat neçə olacaq? 3 tamamı göstərmiş olacaq. Düzgün cavab şəklində də C variantda verilmişdir. Həmişə 24-ü aşanda toplayandan sonra 24-ü aşsa 24-ü oradan çıxaq ki, görək neçəsi qalmış olur. Belə bu haqda da danışmış olduq. İndi baxırıq 10 nömrəliyə. İndi saat 15:00-dur, 72 saat əvvəl neçə idi? Bu dəfə əvvəli soruşur. Yenə saatı göstərəndədir. 72-ni bölürəm 24-ə. Yenə 24 saatdan bir təkrarlanır da. Yəni bu gün 16:45 isə dünən də bu vaxtlar 16:45 idi. Bölürəm düşür neçə dəfə? 3 dəfə. Düzdür? Deməli 3 gündür bu. 3 gün əvvəl neçə idi? Elə yenə 15:00 götürmüş olacağıq. Gün əvvəl, gün sonra deyəndə eyni saatı götürürük. Cavabımız neçə olacaq? Cavabımız olacaq ki, indi saat 15:00-dur. 3 gün əvvəl saat neçə idi? Yəni 72 saat elə 3 gün deməkdir. Cavabımız olur elə 15:00 göstərəcək. Əvvəl də desə, sonra da desə günlə bağlı elə həmin saatın özünü götürürük. Baxırıq hansına? Baxırıq 11 nömrəliyə. İndi saat 19:00-dur. 146 saat əvvəl saat neçə idi? Yenə bayaqki qaydada getmiş olacağıq. Yenə bax bu saatı göstərənədir. Yəni 146-nı böləcəyik 24-ə. Bölməliyik. Düşür 6 dəfə qalıqda qalır 2. Yenə bax mən bu 146-nı silib bunu yerinə 2 yazıram. İndi oxuyaq. İndi saat 19:00-dur. 2 saat əvvəl saat neçə idi? 19 saatdan 2 saat əvvəl də eləyəcək 17:00. Bu qədər sadə. Yəni qalığı gətirib yazıram yerinə. Mənim bundan işim yoxdur. 6 günü bildirir. Gün əvvəl, gün sonra deyəndə eyni saat göstərir. Yəni 6 gündən sonra yenə 19 olacaq, amma qalıqda 2-yə görə nə olacaq? 2 saat deməli geri götürmüş olur da. Çünki əvvəli soruşur. Belə bu haqda da danışmış olduq. Baxaq
növbəti 12-ci məsələmizə. 12-ci məsələdə nə deyir? İndi saat 21:00-dur. Günün keçən hissəsi qalan hissəsinə neçə dəfə çoxdur? Bax, saat neçədirsə bu bizim keçən zamanımızdır. Bayaq danışdıq. 21:00-dur. Bəs qalan nə qədərdir? Günümüz 24 saatdır. 21-i gedibsə yerdə qalıb 3 saatı. Düzdür? İndi bizə deyir ki, 21 3-dən neçə dəfə çoxdur? 21-i bölücə. Eləsin 7 dəfə. Cavab olacaq neçə dəfə çoxdur? 7 dəfə çoxdur. Belə bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. 13 nömrədə bizə nə deyir? Deyir ki, Samir saat 9:10-da məktəbə çatmalı idi. Lakin o fikirləşdiyinə 4 dəqiqə tez məktəbə çatdı. Samir yolun 5-də 3 hissəsini getdikdən sonra 08:49-u, 08:44-ü göstərirdisə, bütün yola nə qədər vaxt sərf etdi? Bu çatmalı idi 09:00-da. Amma 4 dəqiqə tez çatdı. Neçədə çatdı? 08:56-da çatdı. Düzdür? 4 dəqiqə tez çatdı. Bu da yolu 5 hissədən ibarətdir. Baxın, ta ki bunun yolunu 5 hissəyə bölsək, bunun yolu 5 dənə bərabər hissədən ibarətdir. İndi deyir ki, 5-də 3-ün gedib, yəni 3 dənə hissəsini gedib, bax gəlib dayanıb bax burada. Burada dayanmışmış. Neçədə dayanıb burada? 08:44-də. Və burada məktəb olsun. Məktəbə nə vaxt gəlib çatıb? Məktəbə çatıb 08:56-da bayaq tapdıq da. Gəl bunları çıxaq, görək. 08:44-dən 08:56-ya qədər bu nə qədər yol getmiş olur? 56-dan 44-ə çıxırsınız, yerdə qalır 12 dəqiqə. 12 dəqiqə nə idi bu adam? 1 hissə, burada da 1 hissə. 2 hissə yol gedib. 12 dəqiqə 2 hissə yol gedibsə, 1 hissəyə nə qədər zaman sərf edib? 12-ni böləcəksiniz 2-yə. Bu deyiləcək 6. Deməli, burada 6 dəqiqə zaman sərf elədi. Burada 6, burada 6, burada 6, burada 6. 5-i də vuracaqsınız 6-ya, bu deyiləcək 30. Deməli, nə edəcək? 30 dəqiqəyə bütün yolu getmiş olacaq. Bu qədər rahat. Bu şəkildə yazıb, rahat şəkildə hesablaya bilərsiniz. İndi yenə də buna uyğun olaraq bir məsələyə də baxaq. Baxın, indi baxırıq 14 nömrəliyə. 09:10-da Müəllimlər Akademiyasına çatmaq qərarına gələn müdavim 08:30-da yolun yarısını getmişdi. O həmin sürətlə yoluna davam edərək akademiyaya 4 dəqiqə tez çatır. Müdavim bütün yolu neçə dəqiqə vaxt sərf etdi? Bax, yenə yoldur. Bu çatmaq istəyib 09:00-da. Amma 4 dəqiqə tez çatıbsa, bu neçədə çatıb? 08:56-da çatıb. Düzdür? Və bunun da yolu 2 hissədən ibarətdir. Bu gəlib çatıb bax burada. Deyir ki, yolun yarısını getmişdi. Neçədə? 08:30-da. İncə baxaq, 08:30-dan buradan başlayıb getməyə. Neçədə çatıb məktəbə? Akademiya çatıb 08:56-da. İncə görə 30-dan 56-ya qədər nə qədər zaman eləyir? 56-dan 30-u çıxarsınız 26. Buraya 26 zaman sərf edibsə, burada 26 zaman sərf edib. Bəs bütün yola nə qədər sərf edib? 26, üstə gəlirsiniz 26. Eləyir 52 dəqiqə. Cavab neçə olur? 52 dəqiqə zaman sərf eləmiş oldu. Belə bu haqda danışmış olduq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nə deyir? Baxırıq 15-ə. Şakir saat 8:00-da evdən işə getdi və 18:32-də evə qayıtdı. O işə getməyə 24 dəqiqə vaxt sərf edibsə, nə qədər müddət işdə olmuşdur? Gəl işdən qayıtmağını 08:32-ni yazaq. Neçədə çıxmışdı? 08:00-da. Nə qədər vaxtı getdi? 10 saat 32 dəqiqə evdə olmadı. Amma bunun hamısını işləmədi ki. Bizə lazımdır sırf işə sərf elədiyi vaxtı. Bunun 24 dəqiqə getməyə sərf edibsə, işdə qalmayıb ki, evə gəlib də 24 dəqiqədə geri gələcək. Nə qədər zaman sərf edəcək? 24 getməyə, 24 də gəlməyə. 48 dəqiqə zaman sərf edəcək. Düzdür? O zaman bundan çıxmalıyam bu 48-i. Çünki yenə dediyim kimi 24 dəqiqə işə getməyə sərf edibsə, evə qayıdanda da həmin 24 gedəcək də. Burada qalacaq neçə? 09:44. Deməli nə olacaq? 9 saat 44 dəqiqə işləmişdir. Zamız haqqında bu qədər. Videonu bəyənmək, kanala abunə olmaq yadımızdan çıxmasın.